Salam dəyərli şagirdlər, qaldığımız yerdən davam edirik. Deməli, birinci mövzunun 45-ci sualı ilə davam edirik. 128 səhifəlik sənədin cüt səhifələrində ölçüsü 512-256 piksel olan və 256 rəng palitrasının köməyi ilə kodlaşdırılmış qrafik təsvir var. Qalan səhifələrində də mətn tipli informasiya var. Baxın, bu suallar qəbul imtahanlarında tez-tez düşür və tələbələr də əksər vaxtı bunu düz yazır. Sadəcə diqqət səhv eləyənlər olur. Gəlin birinci neyniyək? 128 səhifəlik bir sənəddir. Onun cüt səhifələri dedikdə, əlbəttə biz əllə 2, 4, 6 bu formada sayası deyirik. Əgər ədədin özü cütdürsə, tam olaraq 2-yə bölürsüz. 2-yə bölünmüş nəticə həm təklərin, həm cütlərin sayıdır. Yəni belə eləyirəm, 128 səhifə varsa 2-yə böldükdə 64 səhifə 2-yə böləndə 64 eləyir. 64 səhifə təkdir, 64-ü isə cüt səhifələrin sayıdır. 64 isə cütdür. Və indi bizə lazımdır əvvəlcənə cüt səhifələrində bizə qeyd eləyir ki, təsvir var, qrafik təsvir var. Gəlin onda biz belə eləyək. Mən bu hissədən artıq 64-ü hər biriniz bildiniz. Buranı silib, baxın buranı silib. Buradan qrafik təsviri nəzmini hesablayacağım. Qeyd edirəm burada cüt səhifələrin sayı oldu bizdə 64. Qrafik təsviri hesablayarkən nə edirik? Baxın piksellərin sayı 512 vurulsun 256-dır. Yəni 512-ni 2 üstü 9 kimi 256 2 üstü 8 və 1 piksel yaddaşda neçə bit yer tutur? Bizə qeyd eləyir ki, 256 rəng palitrası var. 256 rəng palitrası varsa bu 2 üstü 8-dir. Deməli 1 piksel 8 bit yer tutacaq. 256 2 üstü 8 1 piksel 2-nin qüvvətindəki 8 bit yer tutur. Və bu ifadəni vururam mən 8 bitə. Qeyd eləmək lazımdır ki, bu bir qrafik təsvirin ölçüsüdür. Burada isə bizə qeyd eləyir ki, cüt səhifələrində 64 dənə səhifədə bax bu qrafik təsvir var. Onda əlavə olaraq da 64-ə görə də bu ifadəni 206-ya vururam. Və bizə cavabda həm megabaytla, həm kilobaytla deyib, gəlin biz bunu əvvəlcə kilobayta çevirək. Bu ifadə ümumilikdə neçə eləyir? 2 üstü neçə bit eləyir? 2 üstü 6, 2 üstü 9, 2 üstü 15, 2 üstü 8 eləyir 2 üstü 23 və 2 üstü 3 də buradadır. 2 üstü 26 bit eləmiş olur. Bir də dəqiq olsun deyə yoxlayaq. 6, 9, 15, 8 gəldi. 10, 23, 2 üstü 3 də burada 2 üstü 26 bit eləyir. Biz bunu kilobayta çevirsək 2 üstü 13-ə böləcəyik. Yaxşısı megabayta çevirməkdir. Çünki variantlarda görürsən ki, nisbətən balaca ədədlərimiz çoxdur. Bitdən megabayta çevirmək üçün 223-ə bölürəm mən bunu. Və bu da bizə verir 2 üstü 3, yəni 8 megabayt. Amma hələ tələsməyin, çünki bizdə mətn tipli informasiya da var idi. Qaldı bizdə 64 səhifədə olan mətn tipli informasiya. Deyir, qalan səhifələrində, yəni tək səhifələri deyir də, 64 dənə də tək səhifə var idi. 2 üstü 6 qədər tək səhifə. 8192 simvol var. 8192 2 üstü 13 deməkdir. 2 üstü 13 qədər simvol var və Unicode'da kodlaşdırılıb 2 bayta vururam. 2 bayta vururam. Bu ifadə bizə verir 2 üstü 20 baytı. 2 üstü 20 baytı. Biz bunu megabayta çevirmək üçün elə 200 baytdan megabayta çevirəndə 220-yə bölürük. 220 bölə 220 o da bizə verir 1 megabaytı. Demək bu fail bir yerdə, yəni bu sənəd bir yerdə nə qədər yer tutur? 8 burada, 1 burada, 9 megabayt yaddaşda yer tutmuş olacaq. Oldu 45-ci sualın həlli. Bax bu qaydada. 46-cı suala baxaq. Məlumat ASCII-də kodlaşdırılmışdı. Bu məlumat Unicode-a keçən zaman həcmi 16 kilobayt artırmışdı. Məlumat neçə simvoldan ibarətdir? Birinci mən sizə bir nümunə yazmaq istəyirəm. Məsələn, 5 simvoldan ibarət bir məlumat yazıram. Tutaq ki, Emrah yazdım bu hissəyə, düzdürmü? Bax, qeyd eləyirəm buradan ASCII sistemi, buradan da qeyd eləyəcəm Unicode sistemi. Sizin tam, belə deyək, başa düşməyiniz üçün belə eləyirəm. ASCII-də bu 5 simvoldur, düzdür? Yəni 5 baytdır. Biz bunu Unicode-a keçirərkən nə qədər olacaq? 2 baytda da 1 simvol. 2-yə vuracam, bu olacaq bizdə 10 bayt. Və yaxud da bir nümunə yazım. Tutaq ki, 4 simvoldan ibarət bir info sözü yazdım. Bu yaddaşda 4 baytdır ASCII-də. Unicode-da nə qədərdir? Unicode-da olacaq deməli 8 bayt. Çünki 1 simvol 2 baytdır. Bir də fikir verirsiniz. Biz ASCII-dən Unicode-a keçən zaman ədədimiz nədirsə, elə həmin qədər də artmış olur. Yəni 2-yə vurduğumuz üçün 5 baytdırsa, 5 bayt artıb 10 bayt olub. 4 baytdırsa, 4 bayt artır 8 bayt olub. Yəni əgər bu bizə qeyd eləyirsə, 16 kilobayt artmışdı. Bu ortadakı ədədi deməkdir də. Yəni bu 5 qədər artıb, 4 qədər artıb. Deməli onda ASCII-ni soruşsa, elə 16 kilobaytın özünü götürmək lazımdır. Çünki məlumat deyir neçə simvoldan ibarətdir.
Təbii ki, bir simvoldan, yəni belə deyək, askiyadakı simvol sayı nə qədərsə, baytda o qədər idi bizdə. Bir də deyirəm, baxın, deyir filan qədər artmışdı. Askiyadan Unicode'a keçən zaman 16 kilobayt artmışdı. O zaman siz elə həmin o 16 kilobaytı askiyada olan simvolların sayını götürürsünüz. Yəni simvol sayını götürürsünüz. İndi bizdə nə deyir? 16 kilobayt neçə baytdır bizdə? Təbii ki, bunu bayta çevirmək lazımdır. 16 2 üstü 4'dür. Vurulsun, deməli 2 üstü 10. Çünki bayta çevirdik bunu. Bu da 2 üstü 14'dür. Deməli 2 üstü 14 bayt artıbsa, elə demək 2 üstü 14 simvoldan ibarətdir. Oldu mu? Baxın, bu 2 üstü 14 simvol 2 üstü 14 baytdır. 2 üstü 14 qədər də artsa, o zaman həqiqətən də 16 kilobayt artmış olacaq. Deməli 2 üstü 14 qədər simvolumuz var. Bunu bir qayda kimi də yaza bilərsiniz. Yazırsınız ki, ASCII-dən Unicode'a keçən zaman X qədər artım deyirsə, X qədər bayta çevirirsiniz və həmin qədər də simvol eləmiş olur. Oldu mu? 47. Müəyyən kodlaşdırma sistemində hər bir simvol 32 bit yer tutur. Bu sistem ilə kodlaşdırılmış informasiya 3 səhifədən ibarətdir. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 2 dəfə azdır. Məlumatın ümumi həcmi 560 baytdır və ondan sonra deyir ki, ikinci və üçüncü səhifədə olan simvolların sayını tapın. Gəlin biz birinci nə edək? Baxın, deyir ki, 3 səhifədən ibarətdir. Yazaq bura birinci səhifə, ikinci səhifə və üçüncü səhifə. Və burada bir şey deyir ki, hər səhifədəki məlumat özündən gələn sonrakı informasiya, səhifədəki informasiyanın həcmindən 2 dəfə azdır. Əgər bura x-dırsa, özündən sonrakından 2 dəfə azdırsa, bura 2x olur. Yəni ikinci çox deməkdir də ondan 2 dəfə. Üçüncü də ikincidən 2 dəfə çox olur. 4x-də bu olur. Həqiqətən də x 2x-dan 2 dəfə azdır. 2x də 4x-dan 2 dəfə azdır. Onda biz bunları toplayırıq və 560 bayta bərabər eləmiş oluruq. 560 bayt. Gəlin biz buradan x-i tapaq. Deməli, buradan x, 2x, 7x, ümumilikdə 7x elədi. Bərabərdir 560 bayta. 560 bayta. X də bərabərdir 80-ə. Demək, biz nəyi tapdıq? Biz tapdıq ki, birinci səhifədəki məlumatımızın həcmi 80 bayta bərabərdir. İkincidə 2x-dir. 2 vurulsun 80, 160 baytdır. Burada isə üçüncüdə isə 4x-dir. 4 vurulsun 80, 320 baytdır. İndi diqqətli olun. Bəzi tələbələr burada götürür ikinci və üçüncü səhifəni 160, 320. Heç o da yaxşı ki, variantda yoxdur. Olsaydı çünki götürürdülər. Biz nə etməliyik burada? Bir dənə diqqətli olun. Bax, hər bir simvol 32 bit yer tutur, düzdürmü? Yəni 32-ni 8-ə bölək, görək neçə bayt yer tutur? 4 bayt yer tutur. Hər bir simvol 4 bayt yer tutur. Bax, əgər 80 bayt informasiya varsa, bir simvolda 4 bayt yer tutursa, onda belə çıxır ki, 80 bölək 4, 20 simvol birinci səhifədədir. 160 burada bayt informasiya var, düzdürmü? Bir simvol 4 baytdırsa 160-ı 4-ə bölürük. Deməli 40 simvol bu səhifədədir. Və həmçinin, yəni əlbəttə ki, x-in qiymətini bir simvol tapandan sonra 2x dediyi üçün 2-ni 40-a vururuq 40 simvol. 2-ni daha doğrusu vururuq buradakı deməli 20-yə 40 və 4x də buradadır. Yəni x-in qiymətini 20 simvol tapmışıqsa 4-ü də vururuq 20-yə 80 simvol da burada olmuş olacaq. Oldu mu? Yəni birinci yaxşı olar ki, qarışdırmayasınız deyə baytla tutumların hər səhifəni tapasınız. Ondan sonra bir simvol 4 baytdırsa, yaddaş tutumların bir simvolun yaddaşda tutduğu yerə bölürsünüz və simvol sayını da tapmış olursunuz. Odur ki, düzgün cavabımız nə olacaq? İkinci və üçüncü səhifədə deyir. 40 simvol buradadır, 80 simvol da üçüncü səhifədədir. 40-80 sualın düzgün cavabı A olmuş oldu. 48. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 15 simvollu şəxsi şifrə və müəyyən əlavə məlumat verilir. Şifrədə yalnız A, B, C, D, Y, F, G, 1, 2, 3, 4 rəqəmlərindən istifadə olunub simvollarından. Hər bir belə şifrə kompüter proqramında minimal və eyni tam bayt uzunluğunda yazılır. Bununla yanaşı hər bir simvol ayrı-ayrılıqda və minimal mümkün bit sayı ilə kodlaşdırılır. Bir istifadəçinin qeydiyyatı üçün 16 bayt tələb olunursa, əlavə məlumat neçə baytdır? Deməli, burada nə var? Bir şəxsi şifrə var, bir də əlavə məlumat var. İkisi bir yerdə yaddaş tutumu verir. Onda gəlin biz belə eləyək də. Bax, burada neçə dənə simvol var, müxtəlif simvol. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bax, bu simvollardan istifadə olunubsa, yadınızda saxlayın. Buradan, bura qədər olan simvollardan istifadə olunubsa, biz bir əlifba yaratmalıyıq və nə etməliyik? Minimal bir əlifba yaratmalıyıq. Bax, minimal mümkün bit sayı ilə kodlaşdırılıb. O zaman 11 dənə simvolumuz var burada. 11 simvolu hansı əlifbada, minimal əlifbada kodlaşdırmaq olar? 11-dən sonra gələn ifadə 2 üstü 4-dür. Yəni 16 simvollu əlifbada. Minimal olaraq deyirəm ha. Siz bu
11 dənə simvolu ASCII-də da, Unicode-da da 256 müxtəlif simvollu əlifbalarda da yaza bilərsiniz. Amma minimal deyir. Ona görə nə edirik? 11 müxtəlif simvol varsa, 11-dən sonra gələn 2 üstü ifadə 2 üstü 4-dür, yəni 16-dır. O zaman qeyd edirəm burada biz bunu 16 simvollu əlifbada kodlaşdırdıq. 16 simvollu əlifba. 16 simvollu əlifba bizə nəyi deyir? 16 2 4 olduğu üçün bir simvol yaddaşda 4 bit yer tutacaq. Biz bunu əvvəlcə müəyyən elədik. Bir simvol yaddaşda 4 bit yer tutmuş olacaq. Və bizdə neçədən əvvəlcə parol təyin eləyək, şəxsi şifrəni. 15 dənə simvol var, düzdür? Bir simvol 4 bitdirsə, onda mən 4 biti vururam 15 simvola, tapıram buradan 60 bit məlumat var. Oldumu? Şəxsi şifrədə. Amma bizə nə deyir? Deyir ki, tam bayt uzunluğunda yazılır. Tam bayt nə deməkdir? Bax 60-ı mən 8-ə bölsəm, 7 tam onda neçə eləyəcək, düzdürmü? Tam olmadı axı biz bunu tama çevirməliyik. O zaman nə edirik? Tam 7 tam onda neçədirsə biz onu 8 bayt qeyd eləməliyik artıq. Yəni 7 yaza bilməliyik çünki 7-ni keçmişik artıq. Deməli 8 götürməliyik. Yazıram bu hissəyə 7 tam onda neçə olduğu üçün biz tam baytı 8 bayt götürürük. Oldumu? 8 bayt şəxsi şifrəyə yer ayrılıb. 16 da ümumi baytın həcmi idi. Onda 16 baytdan mən çıxaram 8 baytı şəxsi şifrəni. Taparam ki, əlavə məlumat üçün də elə 8 baytımız lazım olacaq. Düzgün cavabımız D variantı olmuş oldu. Diqqətlə qulaq asın, çünki irəlidə də belə tapşırıqlar var. Videonu saxlayıb həmin sualları yazarsınız. Birinci növbədə şifrədə yalnız bu simvollardan istifadə olunub deyə simvolları sayırsınız. 11 müxtəlif simvol varsa o 16 simvollu əlifbada kodlaşdırılır. Deməli bir simvol 4 bitdir. 15 simvollu şəxsi şifrə varsa 15 simvolu 4 bitə vurduq 60 bit. Tam bayt uzunluğu dediyi üçün 60-ı 8-ə böldük 7 tam onda neçə verdi? Biz onu 8 bayt götürməliyik artıq. Deməli şəxsi şifrə üçün 8 baytdırsa 16-dan həmin 8-i çıxırıq. Əlavə məlumat üçün də 8 bayt yer ayrılar. Davam edirik növbəti sualla. Bu da təxminən ona çox bənzər sual. Demək olar ki, eyni sualdır. Müəyyən şeyləri dəyişdirilib. Yenə biz sayırıq burada A-dan 4-ə qədər. Elə eynidir. 11 müxtəlif simvol var. 11 müxtəlif simvol var. Nə edirik? 2 üstü 4. Simvol əlifbada kodlaşdırırıq bunu. Minimal dediyi üçün. Burada minimal mümkün bit sayı dediyi üçün. O da 2 üstü 4. Yenə də bir simvolumuz 2 üstü 4 əlifba. O da ki bir simvolumuz 4 bitdir. Yazıram buradan. Bir simvol 4 bittir. Burada şəxsi şifrədən qədər simvol var. 9 dənə simvol var. Onda mən 9-u vururam 4 bitə, tapıram ki 36 bit şəxsi şifrəyə yer ayrılır. Məndən tam bayt istəyir bunu. 36 8-ə tam bölünmür axı. 36-nı 8-ə böləndə 4 tam onda neçə alınır? Biz onda nə etməliyik bunu? 5 bayt götürməliyik. 5 bayt deməli yer ayrılır şəxsi şifrə üçün. 10 bayt da ümumi həcmdir burada. Deməli 10 baytdan biz 5 baytı çıxırıq, tapırıq ki 5 bayt əlavə məlumat olmuş olacaq. Yəni C variantı. 50. Kənan İsmail ötürmək üçün belə bir kod cədvəli düzəldir. Deyir ki, kod cədvəlində hər bir ismarıcı A, B, C, D, X əlifbasının bütün 4 hərfli kodlarını uyğunlaşdırır. Kod bu şərtləri ödəməlidir. B hərfi ya kodun ikinci mövqeyində istifadə olunur, ya da kodda istifadə olunmur. Hər hərf təkrarlana bilər. Kənan neçə müxtəlif kod istifadə edə bilər. Birinci nə etməliyik? 4 hərfli kodlarını uyğunlaşdırır. Yəni burada 4 dənə biz hərf yazmalıyıq. 4 dənə hərf. Belə bir şey var ki, deyir ki, B hərfi ya kodun ikinci mövqeyində olur, ya istifadə olunur 2-də, ya da istifadə olunmur. Əgər B hərfini mən ikinci yerə qoysam, düzdürmü? Artıq B-dən istifadə edə bilmərəm də. Çünki deyir B hərfi kodun ikinci mövqeyində olur. Oldu. Başqa heç bir yerdə ola bilmir. Onda B hərfini sildim. 1, 2, 3, 4 dənə qaldı. Düzdürmü burada? Deməli mən birinciyə 4 dənə simvol qoya bilərəm. İkinciyə də 4 dənə simvol qoya bilərəm. Daha doğrusu ikinci yox, üçüncü simvolun yerinə 4 dənə qoya bilərəm. Burada 4 dənə qoya bilərəm. Oldumu? Niyə görə müəllim 4 dənə qoyduq? Çünki A hərfi burada da istifadə oluna bilər. Burada da, burada da. Deyir ki, burada hərflər təkrarlana bilər. Yəni belə bir şifrə ola bilər. A olsun, B olsun, A olsun, A olsun. Və yaxud A olsun, B olsun. Tutaq ki, A olsun, C olsun. Yəni əsas odur ki, B ikinci yerdə olsun, digərləri təkrarlana bilər. Oldumu? İndi biz nə edəcəyik əlbəttə ki, vurma qaydasından istifadə edəcəyik. Əgər B ikinci yerdə olarsa, geridə qalan 4 vurulsun. B-nin özünü 1 kimi götürürük. Çünki ancaq B-nin özü ola bilir. 4 vurulsun, 1 vurulsun, 4 vurulsun, 4. Deməli 64 müxtəlif kod bu versiyada yaza bilər. 64 müxtəlif kod. Bir də nə edə bilərik biz? Ümumiyyətlə deyək ki, kodda istifadə olunmasın. Yəni B əgər kodda istifadə olunmayacaqsa,
Onda yenə də 4 rəqəm, 4 simvol olmalıdır burada. Birinciyə də 4-dən yaza bilərəm. Yəni B-ni yazmırıqsa, bu geridə qalan 4 simvolun hər birini yaza bilərik. Burada 4-dən yaza bilərik. Burada 4 dənə, burada 4-dən yaza bilərik. Bu da bizə nəyi verir? 4 vurulsun, 4 vurulsun 4. Bu da bizə verir 256-nı. Deməli, B ikinci olarsa 64 müxtəlif kod yaza bildi. B olmayacaqsa 256 müxtəlif kod yaza bildi. İkisinin bir yerdə cəmi nə qədər verir? 320 müxtəlif kod yaza bilər. D variantı sualımızın düzgün cavabıdır. 51-ə gedək. Yenə də buna bənzər bir sualdır. Məryəm İsmail götürmək üçün kod cədvəli düzəldir. Kod Məryəm, kod kimi Məryəm yalnız A, B, C sayaq da, yəni bizə sayı lazımdır. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə ümumi deməli simvoldan istifadə edəcəyik. 7 simvol. Deyək ki, 5 hərfli sözlər düzəldir. Baxın, 1, 2, 3, 4, 5 hərfli söz olmalıdır. Kod şərtləri bu formadadır. X və Z hərfləri yalnız ilk 2 mövqedə dayana bilər. A, B, C, D, Y hərfləri isə növbəti 3 mövqedə dayana bilər. Biz bunu belə yaza bilərik əslində. İlk ikisinə yaza biləcəyimiz 2 dənə deməli simvol var. X və Z var. Deməli, bu iki söz arasında yer dəyişəcəksə, bu 2 faktorialdır. Bir də A, B, C, D, Y hərfləri, yəni 1, deməli, burada var. Nə deyir burada? 3 mövqedə 1, 2, 3, 4, 5 və bir də burada belə bir şey var. Deyir ki, hər hərf bir dəfə istifadə oluna bilər. Day siz A-nı bura yazmısınızsa, götürüb bu hissəyə də A-nı yaza bilmərsiniz. Və X-i bura yazmısınızsa, bura məcburdur Z ola. Yəni burada X, burada X olmaz. Hər bir hərf bir dəfə təkrar olunmalıdır. Ona görə biz 2 faktorial oran qeyd elədik. O zaman bu hissəyə də biz nə edəcəyik? 1, 2, 3, 4, 5 dənə də burada var. İndi biz bura 5 dənəni yaza bilərik. Növbətisini artıq 5 dənəni yaza bilməyəcəyik. Çünki hər hansısa bir hərfi bura qoyduqsa, tutaq ki, B hərfini bura qoyduqsa, geriyə qalan 4 dənəni qoya biləcəyik bura. Tutaq ki, D-ni də bura qoyduqsa, geriyə qalan 3 dənəni qoya bilərik bura. Demək 2 faktorial vurulsun 5, vurulsun 4, vurulsun 3. Bax, bununla cavab hesablamaq olardı. O da deməli 60 vuraq 2 120-yə bərabər olmuş olardı. 120 dənə müxtəlif kod yarada bilər. Və ya belə də deyə bilərəm sizə. Baxın 5 simvollu bir, daha doğrusu 5 hərfdən ibarət, 5 simvoldan ibarət bir kod almalıyıq. Birinci hərfində olsun X, digərində artıq məcburdur ki, ikincidə Z ola, düzdürmü? Çünki ilk ikisində X ilə Z olmalıdır. Bayaqki X ilə Z yazandan sonra artıq yenə də bu 5 dənə hərfdən hər hansısa birini bura qoyasınız. Yəni 5 dənə versiyanız var. 4 dənəni bura, 3 dənəni bura yazasınız. Bu olacaq deməli bizdə 5 vur, 4 vur, 3, 60, düzdürmü? İndi Z ilə X-in yerini dəyişirəm bu hissədə. Çünki Z birinci ola bilər, X ikinci ola bilər. Yenə də 5 vur, 4 vur, 3. Bu da bizə 60-ı verir. 60-dan 60 yenə də 120-ni vermiş olur. Yəni X ilə Z yer dəyişmə edir. 2 faktorialdır. Digərləri də 5 vur, 4 vur, 3, 120 eləmiş olar. Gəldik növbətiyə. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçi 7 simvollu şifrə verilmişdir. Şifrədə yalnız bu simvollardan istifadə etmək olar. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 simvoldur. Yəni əlifbamızda 9 simvol, müxtəlif simvol hələ ki var. Hər bir belə şifrə kompüter proqramında yenə eyni sualdır bayaqçılarına. Minimal və eyni tam bayt uzunluğundadır və minimal mümkün bit sayı ilə kodlaşdırılmalıdır. 50 belə şifrənin informasiya həcmi nə qədərdir? Bax, biz burada 9 dənə simvol saydıq, düzdürmü? Minimal əlifbamız sizcə nə olacaq? Müəllim, 9-dan sonra gələn iki istifadə hansıdır? 16-dır da, düzdür? 9 simvol var, 9 müxtəlif kod var. Və biz buna əlifba yaradırıqsa, onda minimal olaraq 9-dan sonra gələn 16 simvollu əlifba olur. 16 simvollu əlifba. Bu da 2 üstü 4-dür. Yəni, bir simvol 4 bit yer tutur. 4 bit. 7 simvollu şifrə olmalıdır, düzdürmü? Onda 4 bit vurulsun. Deməli, 7 simvol. Bu eləyir bizdə 28 bit. Deməli, bir dənə şifrəyə 28 bit yer ayrılır bizdə. Amma biz bunu tam bayt uzunluğunda yazmalıyıq. Tam bayt nə deməkdir? 28-in özü 8-ə bölünmür axı. Biz bunu bayta çevirək. 28-i 8-ə bölürük. 3 tam onda neçəsə alınır. Alınır 3 tam onda neçəsə. Biz də təqribi yox, 3 tam onda neçə alındığı ona görə 4 bayt götürürük bu hissəni. Tam olsun da, yəni 3 tam onda tam deyil axı. 4 bayt götürürük. İndi bir dənəsi 4 bayt oldu, düzdürmü şifrənin? 4 baytdırsa əgər 50 dənə belə şifrə istəyir bizdən, 50 vurulsun 4, 200 baytımızı vermiş olacaq. Bu da oldu C variantı. Var irəlidə belə tapşırıqlar. Yenə də diqqətli olun. Bir dənəsini tam anlasaq, hamısını yaza biləcəyik. Qrafik təsvirin həcmi verilib. Burada ölçüsü 1024 512 pikseldən ibarət raster təsvirin həcmi 256 kilobaytdır. Palitrada olan maksimal say nə qədər idi? Düsturumuz nə idi? Bir də xatırladım sizə.
Piksel sayı vurulsun piksel sayı vurulsun n bit, yəni bir pikselin yaddaşda tutduğu yer bərabərdir həcmə. Baxın, burada bizə 1024 vurulsun 512 piksellərin sayını verib. 2 üstü 10 vurulsun 2 üstü 9. Bir pikselin yaddaşda tutduğu yeri bilmirik. Ona görə ora n bit yazırıq. Həcm də bizdə deməli 256 kilobaytdır. 256-nın özü 2 üstü 8-dir. İndi bu kilobayt daxı bitə çevirmək üçün 2 üstü mən 13-ə vururam bunu. Bu da elədir bit. Kilobaytdan bayta çevirərkən deməli yazırıq belə. 2 üstü 19 vurulsun n bit bərabər 2 üstü 21 bitə. Və buradan da n-i tapırıq ki, 2 üstü 21, 2 üstü 19-a böləndə 21-dən 19-u çıxın 2 üstü 2. Yəni 4 bit tapmış oluruq. Bəzən tələbələr tez cavabı 4 götürür. Xeyr. Yadınızda saxlayın. Bu bir pikselin yaddaşda tutduğu yer 4 bitdir. Yəni n bitdir. Biz rəng çalarını tapmaq üçün aldığımız 4 biti 2-nin qüvvətinə gətirməliyik. Yəni 2 üstü 4 olmalıdır. 2 üstü 4 rəng çaları var. Maksimal sayı budur. 2 üstü 4-də 16-dır. Deməli, sualın düzgün cavabı 16 olmuş olar. Yadınızda saxlayın. Həmişə n biti tapanda 2-nin qüvvətinə gətirin. 54. 3 səhifədən ibarət məlumatın həcmi 1400 baytdır. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki həcmindən 2 dəfə azdır. İkinci səhifədə neçə simvol var askiyada? Belə deyək də, zaten askiya dediyi üçün bir simvol 1 baytdır bizdə. Bir simvol 1 baytdır. Elə 1400 baytda 1400 simvoldur. O zaman belə eləyək. Birincidə x simvol var. İkincidə deməli 2 dəfə ondan çox olmalıdır. Yəni hər səhifədəki informasiyanın həcmi sonra gələndən 2 dəfə azdır. Bu x-dırsa, növbəti gələndən 2 dəfə azdırsa, növbəti gələn 2x-dir. Bir növbətisi də 4x-dir. Bu da bizə verir 1400. Elə simvol yazıram da, yenə deyirəm, bir simvol 1 baytı deyə bunu simvol kimi götürə bilərik. Bu eləyir 7x bərabərdir 200-ə, daha doğrusu 1400-ə, x bərabərdir 200-ə. Yəni 200 simvol var. Bizdən hansı səhifələr soruşur? İkinci səhifədə neçə simvol var? İkinci səhifədə 2 vurulsun x. Yəni x 200-dürsə 2 vurulsun 200, o da bizə 400 simvolu vermiş olacaq. Deməli, ikinci səhifədə 400 simvol var. 55. İki fərqli məktub göndərilmişdi. İlk məktubda hər səhifəsində 256 müxtəlif 256 simvol olan 10 səhifəlik mətndir, Unicode kodlaşdırmasındadır. Elə buradan bir xətt qoyuram, gəlin bunu hesablayaq, sonra ikinciyə keçərik. Deməli, ilk məktub 256 simvoldur. 2 üstü 8 qədər simvol var. 10 səhifəlik mətndir. Vururam bunu 10-a. Unicode kodlaşması dediyi üçün vururam bunu 2 bayta. Bu bizə verir 2 üstü 9 vurulsun 10. Yəni, sualın axırında baytla dediyi üçün elə mən bunu baytla saxlayıram. 512-ni 10-a vurun, 5120 bayt olmuş olacaq. Düzdürmü? Gəldi ikinci səhifəyə. Hər səhifəsində 512 simvol var. Yəni 2 üstü 9 saylı simvol var. Və 5 səhifəlidir. Bunu da vururam 5-ə. Və nə deyir? Askiyadadır. 1 bayta vururam onda. Bu da nə edir? 2 üstü 9, 512 vurulsun 5. 512-ni də 5-ə vuranda bu bizə neçə verər? 0, 2560 verər. Deməli 2560 baytda burada informasiya var. 2560 baytda burada var. Deyir ki, ikinci məktubun həcmi birinci məktubun həcmindən nə qədər azdır? Yəni fərqlərini istəyir də bizdən. 5120-dən 2560-ı çıxaq. Nə qədər verər o da? 2560 çıxaq. 2560 eləyir. Deyəsən 0, 6, 5, 2560 eləyir elə. Demək, sualın düzgün cavabı elə 2560 olmuş olacaq. Gəlir növbəti sualımıza. 56. Simvolların askiya kodlaşdırılması göstərilmişdi. Burada neçə müxtəlif simvolun kodlaşdırdığını təyin edin. Askiyada bir simvol neçə bayt idi? Müəllim, askiyada bir simvol 1 baytdır. Yəni, bir xətt çəkim. Yəni, 1 baytımız neçə bitdi? 8 bitdi. Niyə müəllim bitlə təsvir elədiniz? Ha, kompüterin yaddaşında bu 0-1-lər var ha. Hər biri 1 bit yer tutur. Hər biri 1 bit. Bu da 1 bitdi, bu da 1 bit, bu da, bu da. İndi biz nə etməliyik? 8 bitdir də bizim 1 baytımız, 1 simvolumuz həm də. Düzdürmü? Mən bunu buna görə yazdım. Bu 1 simvolun yaddaşda tutduğu yerdə askiyada. 1 simvol 8 bitdir. Mən demək 8-8 ayırmalıyam bunları. Ki görüm neçə dənə burada müxtəlif kod var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir də sayın 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir dənə xətt buradan qoydum. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir dənə xətt buradan. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir xətt buradan. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir xətt buradan. Dəqiq saymışıqmı? 1, 2, 3, 4, 5, 6, 7. Deməli, biz saydıq ki, bu qədər simvol var. Yəni, bax, 1, 2, 3, 4, 5 dənə simvol var.
Bizdən simvol soruşsaydı 5 götürərdik, müxtəlif simvol. Daha doğrusu ümumi simvol sayı 5 dənədir. Amma bizdən müxtəlif soruşur. Gəlin biz belə eləyək. Sən buna A simvolu deyirəm mən. Baxın görün bunun kopyası hardasa var. Bu ardıcıllıq. Mən görürəm ki var. Bax bu hissədə var. Bunun kopyasıdır. 0-1 ilə başlayır, sıfırlar davam eləyir. Axırda da 10 gəlir. İkisi də eyni şeydir. Başqa da yerdə yoxdur. İkinci simvola da B simvolu deyirəm. Bunun kopyası varmı hardasa? Bunun kopyası ən axırda var. Bir dənə baxın 0-1, ortada sıfırlar, ən axırda da 1. Deməli bu da oldu bizdə. Bunu da silək. Bax bundan B eyni oldu. Yəni bu da B simvoludur elə. Bir dənə də fərqi qaldı bu. A simvolu var, B simvolu var, C simvolu var. Deməli 3 dənə müxtəlif simvol var. 3 müxtəlif simvol var. O zaman cavab elə oldu 3. 57. 640 kilobaytdır mətn faylının həcmi. Hər səhifəsində 32 sətr 64 simvol ASCII-də kodlaşdırılıb, mətn neçə səhifədən ibarətdir? Səhifə sayını x deyirik düsturumuza əsasən. Sətr sayı bizdə 2 üstü 5-dir, simvol sayı 2 üstü 6-dır. ASCII dediyi üçün 1 bayta vururuq. Təsvirin həcmi, təsvir deyirəm, mətn faylının həcminə bərabər eləyirik 640 kilobayta. Diqqətli olun, bax bura baytdır deyə biz bu kilobaytı da bayta çevirməliyik. Yəni 2 üstü 10-a vurmalıyıq. Bunu da vurdum 2 üstü 10-a. İxtisarlarımıza aparaq. Bu 2 üstü 11'dir. Yəni x vurulsun 2 üstü 11. Bərabərdir 640 vurulsun 2 üstü 10'a. O da 2 üstü 10'dan 2 üstü 11 ixtisar gedir. 642'ye böləndə x'in qiyməti 320 olmuş olur. 320 səhifədən ibarətdir. Eyni şey buradadır. 58'də sadəcə Unicode deyir. Yəni sualın əslində məntiqlə cavabını tapa bilərsiniz. ASCII-də 320-dirsə, deməli Unicode-da daha aşağı olacaq. Yəni biz bura sol tərəfimizə 2 bayt yazacağımız üçün, bax bura 2 bayt yazacağımız üçün 640 elə bir 4-ə böləcəyik. O da 160 verəcək. Amma hər halda mən yenə də hesablayacağım sizlər üçün. Eyni şeydir, sadəcə gedişatı yazıram. 32 sətirdir, 2 üstü 5-dir. 64 simvoldur, 2 üstü 6-dır. Səhifə sayını bilmirik, x-dir. Unicode dediyi üçün 2 bayt yazırıq. 640 vurulsun, 2 üstü 10 bayta bərabər eləyirik. Kilobaytdan bayta çevirdik. 2 üstü 12, 640 vuraq 2 üstü 10. 2 üstü 10 ilə 2 üstü 12-ni ixtisar aparanda qaldı 2 üstü 2. Yəni x vurulsun 4, 640-dırsa, x də bərabərdir 160-a. 59. Tələbələr haqqında hazırlanmış məlumat cədvəlində hər tələbə haqqında məlumat 1024 simvoldan ibarətdir. Hər tələbə deyəndə əlbəttə söhbət bir tələbədən gedir də. Yəni hər tələbə, Əli, Vəli hamısı haqqında, bir dənəsi haqqında məlumat 1024 simvoldur. Bax, bir tələbə haqqında məlumat 1024 simvoldursa, 1024 simvoldursa, o zaman ASCII-da deyir də, düzdürmü? 1024 simvolumuz 1 bayta vursaq, bu eləyir 1024 bayt. 1024 bayt eləyir. O da kilobaytla nə qədərdir? 1 kilobaytdır. Deməli, bir tələbə haqqında məlumat 1 kilobayta bərabər olmuş olacaq. Oldu mu? Bir tələbə 1024 simvoldur məlumatı. 1024 simvol ASCII-də dediyi üçün 1 bayta vurduq. 1024 bayt, o da 1 kilobaytdır. Biz bir tələbə haqqında 1 kilobayt alacaqsa, onda 4096 tələbə haqqında da 4096 vurulsun 1 kilobayt, yəni elə 4096 kilobayt məlumat əldə etmiş olacağıq. Amma bizdən megabaytla soruşur. 4096 kilobaytı bölürük 1024-ə, bu da bizə 4 vermiş olacaq. 4 deməli megabayt olmuş oldu. Oldu mu? Hı -hı. Əla, bunu da bildik. Keçək növbəti sualımıza. Tələbələr haqqında hazırlanmış məlumat cədvəlində hər tələbə haqqında 1024 simvoldan ibarət məlumat var. Yenə qeyd edirəm. Bax, bir tələbə haqqında məlumat 1024 simvoldur. 1024 simvol. Sadəcə burada Unicode-da kodlaşdırılıb. Onda 1024 simvolu 2 bayta vururam Unicode dediyi üçün. 2048 kilobayt eləyir. Daha doğrusu bayt eləyir. Bunu da kilobayta çevirəndə 1024-ə bölürük. Bu da bizə verir 2 kilobaytı. Bir tələbə haqqında 2 kilobayt məlumat varsa, onda 4096 tələbə haqqında da 4096 vurulsun 2 kilobayt. Yəni 8192 kilobayt məlumat var. Bizdən yenə megabaytla soruşur. Yenə də biz bunu 1024-ə bölürük. Tapırıq ki 8 megabayt yaddaşda yer tutar. 4096 tələbə haqqında məlumat. Gəldik növbətisinə. Bu dəfə deyir ki, hər tələbə haqqında 2048 simvol var. Yenə də qeyd eləyirəm. Bir tələbə haqqında 2048 simvol varsa və Unicode-dadırsa, bu qədər simvolu vururuq 2 bayta. 2 bayta. Bu eləyir bizdə 4096 bayt. Bunu da biz kilobayta çevirəndə 1024-ə bölürük, 4 kilobaytdır. Bir tələbə haqqındakı məlumat. 4096 tələbə haqqında da
4096 vurulsun 4 kilobayt məlumat olacaq. Gəlin biz belə eləyək də. Megabaytla axırda müqayisəsini istəyir. Biz bunu elə 1024-ə hazır bölək, megabayta çevirək. 4096 ilə 1024 ixtisar gedir, qalır 4. 4-ü də 4-ə vuranda 16 eləyir. Yəni 16 megabayt bizdə məlumat olmuş olur. Ümumi 4096 tələbə haqqında 16 megabayt məlumat olur. Deyir 2 megabaytdan neçə dəfə çox olar? Yəni 16-nı bölək 2-yə 8 dəfə çox olar. 8 dəfə çox olmuş olacaq. 62-ci suala baxırıq. Mətn faylının hər səhifəsində 32 sətr var. Hər sətirdə 64 simvol var. Yenə eyni şeydir. Deyir 4 kilobaytdan neçə dəfə böyük olar? Gəlin biz mətn tipli informasiyanın həcmini tapaq. Səhifə sayını bizə 40 verib. Yazdım bura 40. Sətr sayını bizə 32, yəni 2 üstü 5 verib. 64 simvol var, 2 üstü 6. Vurulsun. ASCII dediyi üçün 1 bayt qeyd eləyirəm. Və biz bunu belə eləyirik. 40 vurulsun 2 üstü 11 bayt. İndi biz bunu nəyə çevirməliyik? Baytdırsa kilobayta çevirməliyik. O zaman biz bu ifadəni nə etməliyik? 2 üstü 10-a bölməliyik. Biz bunu 2 üstü 10-a böləndə qalır 40 vurulsun 2, 80 kilobayt. 80 kilobayt ümumi məlumat var. 4 kilobaytdan neçə dəfə böyükdür? 80 bölünsün 4 kilobayt da bizə 20 dəfə. 20 dəfə böyükdür. Düzgün cavabımız 20. 63. 1024 vurulsun 1024 piksel ölçülü qrafik təsviri 8 rəng çalarından ibarətdir. Rəng çalarının sayı 2 üstü n, 1 pikselin yaddaşda tutduğu yer n bitdir bizdə. 8 rəng çaları varsa bu 2 üstü 3-dür. Deməli 1 piksel 3 bit yer tutacaq bizdə. 1024 vurulsun 1024. Yəni 2 üstü 10 vurulsun 2 üstü 10. 1 pikselin yaddaşda tutduğu yer 3 bit. Bu bizə nəyi verir? 2 üstü 20 vurulsun 3. Təbii ki biz bunu kilobayta çevirmək üçün 2 üstü 13-ə bölməliyik. O da 2 üstü 20-dən 2 üstü 13-ü çıxanda qalır 2 üstü 7 vurulsun 3. Yəni 128 vurulsun 3. 384 kilobayt eləmiş olacaq. Məncə rahat idi bu da. Növbəti sual. İki rəng çaları deyir. Baxın, iki rəng çalarında iki rəng çaları 2 üstü neçədir? 1-dir müəllim. 2 üstü 1-dir. Deməli 1 piksel 1 bit yer tutacaq. Oldu mu? İki rəng çaları varsa, yəni təbii ki, söhbət qara rəngdən gedir yəqin ki, amma fərqi yoxdur hansı rənglərdir. 2 üstü 1-dir. 1 piksel 1 bit yer tutur. Yenə də 2 üstü 10 vurulsun. 2 üstü 10 vurulsun 1 bit. Təbii ki, kilobaytla istəyirdik. 2 üstü 13-ə böləcəm. Bu da bizə verəcək 2 üstü 7-ni. 20-dən 1340 elə 1 2-nin qüvvətinə yazırıq. Yəni 128 kilobayt. Bu dəfə maksimal rəng sayını soruşur. 512 2 üstü 9-dur. 256 piksel 2 üstü 8-dir. Biz n bit yazırıq. 1 pikselin yaddaşda tutduğu yeri bilmirik. Təsvirin həcmi 64 kilobaytdır. Yəni 2 üstü 6 kilobaytdır. Bitə çevirmək üçün 2 üstü 13-ə vururuq. Bu da bizə verir 2 üstü 17 vurulsun n bit bərabərdir 2 üstü 19-a. 17 vurulsun deməli n bit 2 üstü 19-dur. Buradan n bit bərabərdir nəyə? 2 üstü 19-dan 2 üstü 17-ni böləndə eləyir 2 üstü 2. Yəni 4 bitə. İndi cavab 4 götürməyin maksimal rəng sayı deyir. 4 bitdirsə 2-nin qüvvətinə gətirin o biti. 2 üstü 4 rəng çaları var. Yəni 16 rəng çaları var. Hər bir pikseli 1 baytla kodlaşdırılan qrafik təsvirin palitradakı rənglərin maksimal sayı nə qədərdir? Baxın, 1 baytımız neçə bitdir? 8 bitdir, düzdür? 1 piksel 8 bit yer tutursa, 2 üstü 8 qədər rəng çaları var da bizdə. 1 piksel 8 bitdirsə, 2 üstü 8 qədər rəng çaları var. Yəni 256 rəng çaları var. 67. Azərbaycan əlifbasının kiçik hərfləri ilə yazılmış və 3000 simvoldan ibarət olan məlumatın informasiya tutumu ən az nə qədər bayt olmuş olacaq? Ümumiyyətlə, kiçik böyük burada çox da önəmi yoxdur. Niyə görə? Bizə əlifbanı verir də əsas. Əlifba nədir bizdə? Azərbaycan əlifbasıdır. Və biz də bilirik ki, Azərbaycan əlifbası 32 simvollu əlifbadır. Qeyd edirəm, bu hissəmi bir dənə silim. Bayaqki sual idi. Azərbaycan əlifbası neçə simvollu əlifbadır? 32 simvollu əlifbadır. Simvollu əlifba. Onda bir simvol nə qədər yer tutur 32 simvollu əlifbada? 2 üstü 5 olduğu üçün bir simvol 5 bit yer tutur. 5 bit. Bir simvol. 3000 simvol var, düzdürmü? 3000 simvol vurulsun 5 bit. 5 bit. Bu da bizə verir 1500. 1500 nə idi? 15000 biti. Sadəcə bizdən baytla istəyir. Biz bunu 8-ə bölməliyik. Gəlin 150-ni 8-ə bölək. Deməli 150-ni 8-ə bölsək, bir dəfə 8 çıxsaq qalır 70, deməli
70-i bölsək 8-ə nə qədər olar? 8 dəfə olar. Orada qalır deməli 64 çıxırıq. Qalır 6. Bəlkə kalkulyatordan istifadə edim. Özümü yormayayım. Deməli 1500 bit. Mən də sizin kimi biraz tənbəlliyim tuturum. 1500 15000 bölünsün 8. 1875. O da bizə 1875 deməli simvolu, baytı vermiş olacaq. Oldu mu? Formada sualın düzgün cavabını tapmaq olar. Yetər ki, burada əsas bir şey bilin. 32 simvollu əlifba Azərbaycan əlifbasıdır. Minimal əlifbadır, yəni 32 simvollu. Ən az deyir ona görə. Və biz də 5 bit qəbul elədik. Bir simvolun yaddaşda tutduğu yeri 3000 simvolda 5-ə vurub 8-ə böldük ki, bayta çevirək. Yuxarı hissəyə gələk. Görək burada nədir? Yenə də eyni tipli suallardır. Deyir ki, hər bir simvol 4 bitlə kodlaşdırılır. Deyir ki, bu qədər kilobayt tutumu olan neçə simvoldan ibarətdir? Gəlin belə eləyək. Bu kilobayt deyil. Yəni 0,125 1 bölək 4 deməkdir də bizdə. Və yaxud da lap loru dildə deyim 25 bölünsün 100 deməkdir. O da bir-biri ilə ixtisar edir. 4də 1 qalır, oldu mu? 4də 1 kilobayt məlumat var bizdə. 4də 1 kilobayt məlumat. Biz nə etməliyik? Bunu bitə çevirməliyik. Bitə çevirən zaman 2 üstü, deməli 13-ə vururam. Bu da bizə verir nə qədər? 2 üstü 2-dir də bu. 2 üstü 11 bit vermiş olur. 2 üstü 11 bit. İndi bir simvol. Əgər 4 bitdirsə, yəni 2 üstü 2 bitdirsə, yəni 2 üstü 2 bitdirsə, onda 2 üstü 11 bit neçə simvolu verəcək? X simvol. X də bərabər 2 üstü 11 2 üstü 2-yə bölün. 2 üstü 9. Yəni 512 simvolu vermiş olacaq. 512 simvolu. Oldu mu? Və yaxud da bizə bu formada deyə bilərdi. Sadə bir şeylə də yaza bilərdi. Heç bu qədər uzatmamıza da ehtiyac olmazdı. Bizə simvol sayını soruşmur. X qədər simvol var. Hərəsi 4 bit yer tutduğu üçün 2 üstü 2, yəni 4 bitə vurduq. Və bərabər elə eyni şeyi yazmışıq. Sadəcə tənasüblə yazdım. 0,125 kilobayta. Yəni o da bizdə 211 bit idi. 211 bitə bərabər eləyib X simvolu yenə də 209 tapır. 128 vurulsun 128 pikselli informasiyanın həcmi 4 kilobaytdır. Yenə də maksimal rəng çalarını soruşur. 207 vurulsun 207 piksel sayıları bəlli. Bir pikselin yaddaşda tutduğu yeri bilmirik. N bit götürürük. 4 kilobaytdırsa bu 202 deməkdir. 202 kilobayt. Bitə də çeviririksə 213-ə vururuq. Deməli 214 vurulsun n bit bərabər 215-ə, n də bərabər 201-ə. Yəni 2 bitə. İndi əgər 2 bitdirsə, rəng çaları da 2 üstü 2. Yəni istəyirsiniz bu birisi ilə mi çaşdırmalısınız? 2 bitdirsə, bir pikselin yaddaşda tutduğu yer. 2-ni 2-nin qüvvətinə gətiririk. 4 rəng çaları vardı bizdə. 70. 256 vurulsun 2048 pikselli raster qrafik təsvirin üzərində əməliyyatlar aparılır. Verilmiş təsvirlərdən kəsilə biləcək maksimal ölçülü kvadrat formalı təsvir alınır. Kvadrat nə deməkdir? Tərəfi bir-birinə bərabər olsun. Yəni bura A-dırsa, bura da A olsun. Təbii ki, əgər burada kəsi yaparıqsa, kəsiriksə biz götürüb bu 256-nı 2048-ə eləyəsi deyirik. Çünki kəsməliyik, yazatmalıyıq. Nə edirik? Buna əl dəymirik. 256-nı saxlayırıq. 2048 elə bir bu tərəfi uzundur da, məsələn, və bu tərəfi uzundur. Biz onu elə kəsirik ki, o da 256 olsun. Yəni burası da 256 olsun, burası da 256 olsun. Kvadrat formanı alsın. Onda 256 bura olacaq. Bunu da kəsirik ki, kvadrat olsun, 256 da o olacaq. Və bizdən nə deyir? Deyir rəng dərinliyi 16 bitdir. Rəng dərinliyi 16 bitdirsə, 16 bitə də vururuq bunu biz. Gəlin görək bu 2 üstü neçə eləyir? 2 üstü 8, 2 üstü 8, 2 üstü 16, 2 üstü 4 də burada. 2 üstü 20 bit eləyir. Kilobaytla dediği için 213'e bölürük. O da bize 207. Yani 128 kilobaytı vermiş olacaq. 71. 32 simvolun informasiya həcmi 96 bitdir. Bu sistemdə maksimum neçə müxtəlif simvol kodlaşmaq olar? Gəlin biz belə eləyək. Bir simvolun yaddaşda tutduğu yeri tapmalıyıq. Tənasüb də qura bilərik, ya da 96-ı 32-yə bölüb birbaşa bir simvolun yaddaşda tutduğu yeri tapa bilərsiniz. Ya budur da bizdə 32 simvol 96 bit yer tutursa 96 bit. Onda bir simvol neçə bit yer tutur? Yəni x bərabərdir 96 bölək 32, 3 bit yer tutur, düzdürmü? Bir simvol 3 bit yer tutursa, əlifbanı istəyirsə 3-ü gətirin 2-nin qüvvətinə. Yəni bayaqlar deyirik biz 2 üstü x müxtəlif simvollu əlifbadırsa x bir simvolun yaddaşda tutduğu yerdir. İndi biz x-i tapmışıq. Bir simvolun yaddaşda tutduğu yer 3 bitdir. Onda 3 bitdirsə 2 üstü 3 qədər də simvol var. Müxtəlif kodlaşdırmaq olar. Müxtəlif simvol kodlaşdırmaq olar. Yəni 8 müxtəlif simvol kodlaşdırmaq olar.
8 oldu cavab. 72-ci sual. Həcmi 2 GB olan Unicode'da yığılmış 2 ədəd 256 səhifəli və səhifəsində 64 simvol, hər sətri orta hesabla bu qədər simvol olan fail olarsa, diskdə qalan boş yerin həcmin tapın megabaytla. Okey, gəlin belə eləyək. Bizə nə deyir? 2 dənə mətn faylı var. Elə ona görə bir nə edəcəm? 2 dənə mətn faylı varsa, hər şeyi 2-yə vuracam deyə 2-ni başdan yazdım. 256 səhifə var, hər ikisində 2 üstü 8, 64 sətr var, 2 üstü 6 və 2 üstü 6-ya da vururam simvol sayına görə. Unicode dediyi üçün də 2 üstü 1 bayta, yəni 2 bayta vururam. Gəlin görək toplam neçə bayt edir? 2 üstü 9, 2 üstü 12 burada. 2 üstü 22 bayt edir bu. 2 üstü 22 bayt. Və bunu da biz əlbəttə ki, megabayta çevirən zaman 2 üstü 10-a bölürük. Daha doğrusu 20-yə bölürük. Megabayta çevirən zaman. Bu da 2 üstü 2 edir. Yəni 4 megabayt edir. İndi bizdə nə deyir? 2 GB-lıq diskimiz var. Yəni 2048 megabaytdır da bu, düzdürmü? O zaman biz nə edirik? 2048-dən 4 megabaytı çıxırıq. 2044 megabayt boş yerimiz qalmış olacaq. Belə deyirəm, mətn failinin həcmini hesabladıq. Deməli, burada toplam aldıq. Biz 2 üstü 22 çevirdik megabayt 2 üstü, yəni 20-yə böldük. 4 megabaytdır. 2048 diskin həcmi idi. Və biz də 4 megabaytı çıxdıq. 2044 megabayt boş yerimiz qalar. Gəldi 73-ə. Qrafik təsvir bu qədər simvol nöqtədən ibarət olub. 1024 rəng çalarındadırsa 48 belə təsvir nə qədər olar? Amma 1024 210-dur piksel sayı. O da 210-dur. Yanındakı 1024 eyni şeydir yəni. 1024 rəng çaları varsa 210 deməkdir bu. 1 piksel 10 bit yer tutacaq. Biz bunu vururuq 10 bitə. Oldu mu? 10 bit. Və bir də bir şey yaddan çıxartmayın ki, 48 dənə belə təsvir deyil. Bunu biz 48-ə də vurmalıyıq. Yəni 1 yox, 48 belə təsvir. Və son olaraq nə edirik bunu? Biz bunu 223-ə bölməliyik. Niyə müəllim? Çünki megabayta çeviririk. Bitdən megabayta çevirən zaman 223-ə bölürük. Belə deyirik də, 2 üstü 20 budur. 2 üstü 20 ilə ixtisar gedir burada. 23-dən 20 çıxırıq, 2 üstü 3 qalır. Yəni qaldı burada 8. Onda biz burada, bunu silirəm, yazıram buraya 2 üstü 3 qaldı. 48 ilə də 8 ixtisar aparırıq, qalır 6. 6-nı da 10-a vuranda 60 megabaytımızı almış olarıq. Düzgün cavabımız oldu 60. 74. Əgər rəng dərinliyi 7 bit olarsa, palitradakı rənglərin maksimal sayı nə qədərdir? Yəni 1 piksel yaddaşda 7 bit yer tutur. Ya da rəng dərinliyi. Onda biz nə edirik? 7-ni gətiririk 2-nin qüvvətinə. 2 üstü 7 maksimal rəng çaları olar. Rəng çaları. Yəni 128 rəng çaları olmuş olacaq. Da 74-cü sual izah. 75-ci suala baxırıq. Unicode kodlaşmasında yığılmış 12 səhifədən ibarət bir mətn var. 32 sətr 48 simvoldur. Demək, səhifə sayı bizdə verilib 12 səhifə qeyd edirəm. 32 sətr var, 2 üstü 5 saydadır və həmçinin 48 simvol var. Gəlin biz 48-i bu formada yazaq. Yəni 2 üstü 4 vurulsun üst kimi. 16 vurulsun üst kimi 48-i yazıram. Və Unicode dediyi üçün də 2 bayta vururam. Bundan sonra isə nə etmək lazımdır? Kilobayta çevirmək üçün 2 üstü 10-a bölək. Əvvəlcə gəlin bunu tapaq. 12-ni 3-ə vururuq. Bu eləyir 36. 2-ləri də bir-birinə vursam 2 üstü 5, 2 üstü 4, 2 üstü 1. Yəni 2 üstü 10 eləyir. Və bunu da bölürük. Baytda deyə kilobayta çevirmək üçün 2 üstü 10-a. O da 36 kilobaytı vermiş olur. Demək cavabımız 36 kilobaytdır. 76-cı suala baxaq. N vurulsun 1024 nöqtədən ibarət qrafik təsvirin informasiya həcmi 384 kilobaytdır. Qrafik təsvirin 8 rəng çalarına malikdirsə, N-i tapın. Yəni N piksel vurulsun, 2 üstü 10 piksel vurulsun. 8 rəng çaları qeyd edirsə 2 üstü 3-dür. Yəni 3 bitdir 1 piksel. Vururam bunu 3 bitə və son olaraq da 384 kilobayt deyir. Düzdürmü? Bunu da bitə çevirsək 384 vurulsun. 2 üstü 13 bit yazdım bu hissəyə. Deməli, nə edirəm? 3 ilə 384-ü ixtisar aparıram. Qalır burada 128. 2 üstü 10-dan da 2 üstü 13 ixtisar aparıram. Burada da qalır deməli n. Artıq bit yazmağıma ehtiyac yoxdur. Çünki n piksellərin sayıdır. N vurulsun, n bərabərdir. 128-i biz 2 üstü 3-ə vururuq burada. Yəni 128-i vururuq 8-ə. Bu da bizə verir 1024. Deməli n 1024-ə bərabərdir. Deyirəm, diqqətli olun. N piksel vurulsun 1024 2 üstü 10 piksel vurulsun 8 rəqsalar dediyi üçün 3 bitə vurduq. Bərabər elədi 384 vurulsun 2 üstü 13 bitə. Buradan ixtisarlarımızı apardıq.
Qaldığı 128 vurulsun 8, yəni 1024 piksel. 77. Saytda qeydiyyatdan keçmək üçün hər bir istifadəçi 16 simvollu parol fikirləşməlidir. Simvollar kimi onluq rəqəmlər və ixtiyari X əlifbasının 30 müxtəlif simvolundan istifadə olunur. 30 belə parolun informasiya həcmi nə qədər olmuş olar? Gəlin birinci nə edək? Bax biz əlifba yaratmalıyıq. Onluq rəqəmlər, yəni 10 dənə rəqəmimiz var 0-dan 9-a qədər. 10 müxtəlif simvol burdadır. X əlifbasında da 30 müxtəlif hərfdən istifadə olunur. Düzdürmü? 30 dənə də burada. Əlifbanı təyin etmək üçün deməli onluq rəqəmlər 10 dənədir, 30 dənə də müxtəlif simvol burdadır. Ümumilikdə 40 müxtəlif simvol var. 40 müxtəlif simvol. Minimal hansı əlifbada olar? Təbii ki 40-dan sonra 2 istifadəmiz 64-dür. Yəni 2 üstü 6 simvollu əlifbada kodlaşdırırlar. 40 dənə simvol. O da bir simvol 6 bit deməkdir. 2-nin qüvvətindəki 6 bit deməkdir. 16 simvollu fikirləşirsə hər hansısa bir istifadəçi, hər biri də 6 bitdirsə 16-nı vururuq 6-ya. Bu da bizə verir 96 biti. Düzdürmü? 6 bitə vururuq. Ha, diqqətli olun. İndi bizdən baytdan soruşduğu üçün 96 biti 8-ə bölək, tapaq ki 12 baytdır. Yəni bir istifadəçi 12 baytlıq məlumat fikirləşir. 16 simvollu parol fikirləşirsə 12 bayt fikirləşir. 30 belə parol nə qədər olar? 12 vurulsun 30. Elə buradan yazacağam. 12 vurulsun 30. Bu da bizə 900. 900 nə idi? Deməli 360 baytı vermiş olacaq. Bax bu formada tapmaq olar. Yenə deyirəm, birinci növbədə əlifba yaratmalıyıq. Yəni onluq rəqəmlər 10 dənə, X əlifbasında 30 dənə oldu deməli 40 dənə müxtəlif simvol. Hansını da kodlaşdıra bilərik? Əlbəttə ki, 64 simvollu da minimal olaraq. Əslində minimal deməli idi bu hissədə bizə. Deməyibsə də eybi yox. Biz onsuz da bilirik, belə suallarda minimal götürürük. Deməli 6 bit bir simvoldursa, 16 simvollu paroldursa 16 vurulsun 6, 96 bit, 8-ə böldük, bayta çevirdik, 12 baytdır. 30 belə simvolda, 30 belə parolda 12 vuraq 30 qədər yer tutar. 78. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 13 simvollu şifrə verilir. Şifrədə bax 1, 2, 3, 4, 5, 6, 7. Bu hərflərdən 8, 9, 10, 11. 11 dənə müxtəlif kod var. 11 müxtəlif koddursa biz bunu hansı əlifbada minimal olaraq yaza bilərik? Əlbəttə ki 2 üstü 4. Yəni bir simvol 4 bit olan əlifbada. 16 simvollu əlifbada. Və deyir ki 13 simvolludur, düzdürmü? 13 simvol vurulsun 4 bit. 52 bit məlumat var. Burada belə bir şey deyil. Bayaqki suallarda olduğu kimi tam bayt olmalıdır. 52-ni biz 8-ə böləndə 6 tam onda neçə alarıq, düzdürmü? Biz bunu 7 götürürük. Tam bayt dediyi üçün 6 tam ondan yox, bizə 7 lazımdır, tamı lazımdır. Deməli buradan götürdüm ki 7 bayt olmuş olacaq. Təbii ki, istifadəçiyə verilən şifrə. Əgər bir şifrə 7 baytdırsa, 30 belə şifrə də 30 vurulsun 7. Yəni 210 bayt yaddaşda yer tutmuş olacaq. Bu qədər. Yenə də birinci əlifbanı tapdım. Bir simvol 4 bitdirsə, 13 simvollu şifrə 52 bitdi. Tam bayt dediyi üçün biz bunu 7 bayt götürdük. 30 vuraq 7-dir, 210 bayt. Euler-Venn diaqramına əsasən ASCII və Unicode kodlaşdırma sistemi arasında uyğunluğu müəyyən edin. Birinciyə aid olanlar ASCII-dir, ikinciyə aid olanlar və ortaqları 3-dür. Bir simvolun tutumu, hətta bura yazıram ASCII, bura yazıram Unicode. Unicode. Deməli, bir simvolun informasiya tutumu 8 bitdi, bu ASCII-yə aiddir. Yəni 1-ə getdi A. 65536 simvol kodlaşdırma olar, bu Unicode-a aiddir. Yəni 216 sayda müxtəlif simvol kodlaşdırma olar. Ona görə B getdi bura. Simvol tipli informasiyanın kodlaşdırılması üçün istifadə olunur. Hər ikisi zaten simvol tiplidir. Ona görə ortaq hissəsinə və bu hissəyə 3-ə yazacağıq C-ni. Ən böyük onluq kodu 255-dir. Bəli, ASCII-də ümumilikdə 256 müxtəlif simvol kodlaşdırmaq olar. Sıfırdan başladığı üçün kodlar. Ən böyüyünün şifrəsi 255 olur. Deməli, D-yə də aiddir. Yenə 1. Dünyanın bütün əlifbalarını özündə ehtiva edir. Təbii ki, bu Unicode-a aiddir. Çünki ASCII məhdud saydadır. 255-dir. Unicode-da isə bundan sonra da yarana biləcək əlifbalar üçün hələ də boş yer var. Yəni, Y də getdi Unicode-a. Bütün dünya əlifbalarını, dünyanın bütün əlifbalarını özündə ehtiva edir. 1-ə A-D, 2-yə B-yə, 3-ə də C. Gəldik bir növbəti sualımıza və bu bizim sonuncu sualımızdır. Uyğunluğu müəyyən etmək lazımdır. Vektor təsvirlər. Deməli, vektor burada nədir? Demək, Corel Draw-dur A. Ondan sonra Tuxpaint Raster aiddir B. Corel Photo Paint aiddir deməli Raster-a.
Ondan sonra burada yazılan Adobe Illustrator ise vektordur. Demək, Adobe Illustratorda vektordur, D getdi bura və son olaraq OpenOffice Draw, yəni bu org olmamalı idi, buna ehtiyac yoxdur. OpenOffice Draw proqramı da vektor proqramdır, o da Y uyğundur. 1-ə ADY, 2-yə isə BS uyğundur. Bu da oldu birinci mövzudan, deməli, informasiyanın kodlaşdırılması və kompüter qrafikasından olan sualların izahı. Ümid edirəm hər bir sual aydındır sizlərə. Növbəti test izahlarında görüşənə dək sağ olun.